Hamilə qadının daxili cinsiyyət orqanlarını müəyyən edən həkim uşaqlıqda bir neçə dölün olmasını, yəni burada bir neçə döl olubdu və eyni zamanda aşağıdaşları müəyyən etdi. Tamam. Deməli, hamilə qadın cinsiyyət orqanını müəyyən edibdi həkim. Yəni bilək ki, nəyi müəyyən edibdi və bir neçə döl tapıbdı burada. Burada cift sayı 3-dür və göbək ciyələrin sayı 4-dür. Yəni burada bir problem vardı. Yəni eyni yumurta əkizi və müxtəlif yumurta əkizləri vardı ki, bu qaydada demək olar ki, cift sayı ilə göbək ciyəsinin sayı fərqlidir. Yəni baxaq görək hansı ola bilər və burada necə baş verə bilər. Bilirik ki, bu eyni yumurta əkizləri nəyi yaradır? Müxtəlif yumurta əkizləri necə yaranır? Gəlin birinci eyni yumurta əkizi yazaq. E, Y, Ə ya da ki, bilirsiniz ki, B, Y, Ə deyirik buna. Bir yumurta əkizi, eyni yumurta əkizi. Bunların yaranmasında bilirik ki, bir yumurta hüceyrə iştirak edir, bir ədəd də spermatozoid iştirak edir. Yəni spermatozoidə qamçı qoyaq və bunlar mayalanır. Bilirsiniz ki, bunlar yaradırdı zigot. Zigot da böyüyürdü, rüşeym olurdu. Nəysə gedirdi, batırdı, implantasiya, sonra döl mərhələsi baş verir, sonra cift yaranır. Mən qısaca cifti yazım. Yəni burada bilirsiniz ki, cift neçə dənə olurdu? Bir yumurta əkizlərində bir dənə cift olurdu. Və bir cift olur və buradan iki göbək ciyəsi çıxır. Baxın, göbək ciyəsinin biri bu olsun. Burada bir çöp adam göstərək sizə. Çöp adamımız olsun. Və burada da bir dənə əkizimiz olacaqsa, bir dənə də əkiz göbək ciyəsi bura çəkirik. Göbək ciyəsinin üstünə yazacağım. Bax, göbək ciyəsi, göbək ciyəsi. Tamam, cifti də yazmışam, görürük. Bunlar eyni yumurta əkizləri olsun. İki əkizimiz oldu. Bir də müxtəlif cift sayı 3 dənə olmalıdır. Cift sayı 3 dənədirsə, biz 3 dənə cift çəkməliyik bura. Baxın diqqətlə. Bax, bir dənə cift bura çəkirəm. Bir dənə cift bura çəkirəm. 3 dənə cift olsun. Baxın, cift yazıram. Sonra cift yazıram. Yəni burada görünür. Və bunlar artıq müxtəlif yumurta əkizləri olmalıdır ki, çünki burada bilirsiniz ki, dedik ki, 4 dənə əkiz doğulmalıdır və göbək ciyəsi 3 dənə olmalıdır. Baxın diqqətlə, deməli biz burada qeyd elədik əkizləri və bunların yaranmasında, müxtəlif yumurta əkizlərin yaranmasında da qısaca yazırıq. M, Y, Ə, müxtəlif yumurta əkizləri. Bunların yaranmasında isə qamet, neçə zigot iştirak edir. Bir yumurta hüceyrə iştirak edir, bir dənə də spermatozoid iştirak edir. Yenə bunlar birləşər, yaranar zigot. Baxın diqqətlə, zigot. Burada zigotdan blastomerlər yaranır. Ayrı-ayrı blastomerdən bir yumurta əkizi yaranırdısa, burada isə zigot birbaşa blastomerlər ayrılmır. Yəni birbaşa ilə yeni orqanizmə başlanğıc verəcəkdir. Ona görə də biz burada yenə burada göstəririk. Nəyi? Bu müxtəlif yumurta hüceyrə ilə spermatozoidin birləşməsini göstəririk və bu da yeni orqanizmə başlanğıc verəcəkdir. Biz buradan deyiləni cədvəldə öyrəndik, tapdıq. Gəlin görək indi məsələnin birinci şərti nə deyir? Deyir, döllərin əmələ gəlməsi prosesində cəmi neçə qamet iştirak etmişdir. Qamet sayı, bilirsiniz ki, bax burada cədvəlimizdə verir, göbək ciyəsi 4 dənə düzdür. Göbək ciyəsi görürsünüz, yazdım üstünə bunlarda. Göbək ciyəsi 4 dənədir və deyir ki, burada ciflərin sayı 3 dənə. Görürsünüz ki, bir yumurta əkizi yaratdıq, bir də müxtəlif yumurta əkizi yaratdıq. Və nəticədə biz burada məsələnin şərtində qamet sayını soruşursa, qamet sayırıq qametləri. 1 qamet, 2 qamet, 3 qamet, 4 qamet, 5 qamet, 6 qamet iştirak edir. 3'ü yumurta hüceyrə, 3'ü isə spermatozoid. Ona görə də düzgün cavabımız 6 qamet olacaqdır. 6 qamet olacaq. Situasiyanı demək olar ki, bu birinci sualında qamet sayı 6 ədəd olacaq.